Activate your hips and push your ass out. Gotta put the roll in so bad I'm about to pass out. Wanna dig you, and I can't even lie about it, baby. Just alleviate your clothes, I'm the fly out. Catch you at the club, your hips have got me feeling. Body talking quick to me, but I think I ran the meaning. Now if you wanna roll with me, then here's your chance. From a lady on the freeway, catch me if you can. Forgive me, I'm a rider. Still I'm just a simple man. All I want is money plus the fame. I'm a simple man, Mr. International, player with a passport, just like a Latin switch. Get you anything you want. Salam dəyərli izləyicilər. Bugünkü verilişimizin qonağı Elçin Əminovdur. Xoş gördük Elçin müəllim. Xoş gördük. Mən də sizə tamaşaçıları salamlayıram. Bizim zalımızda təşəkkürümü bildirirəm. Çox sağ olun. Uşusanda idman növü, onu qeyd edelim ki, Çin döyüş sənətləri özündə birləşdirən idman növüdür. Azərbaycana 1989-cu ildə Azər müəllim, Azər Həsən Soyun tərəfindən gətirilmişdi. Mən özüm də Uşusanda idman növü üzrə 6 qat Avropa çempionu, 4 dəfə Avropa çempionatının qalibiyəm. Və bundan başqa da İslam həmrəylik oyunlarının bürünc və gümüş mükafatçısıyam. Bununla yanaşı gənclərdən ibarət yığma komanda həm də baş məşqçiyəm. Hal-hazırda Aktika klubu fəaliyyət göstərir, yəni Aktika klubunun da baş məşqçiyəm. Burada bizim gəncləri biz pis vərdişlərdən, zərərli vərdişlərdən uzaq etmək üçün gəncləri məşqlərə cəlb edirik ki, həm də yarışlara bu zalda biz hazırlaşırıq. Bundan başqa da mənim həmkarlarımdan da dünya Avropa çempionatlarında medal qazanan idmançılarımız var. Onu da qeyd edim ki, bir neçə gün bundan qabaq Yunanistanın Heraklion şəhərində keçirilən şu idman növü üzrə Avropa çempionatına qayıtmışıq. Həmən yarışda biz 5 medalla qayıtmışıq. 5 medaldan bizim 3 qızıl medal bizim zalın paylaşır, Aşağılan klubumuza paylaşır. Onu da qeyd edim ki, onlardan Tuna Rüstəmzadə, Azad Hümbətov, Xəyal İbrahimov həmən yarışda bütün rəqiblərdən qalib gələrək Avropa çempionu adına layiq görüldülər. Ən maraqlısı odur ki, Xəyal İbrahimov 50 kiloqramda gənclər arasında final döyüşündə Elmə İdmançıya tam sünnəşi qalib gələrək qızıl medal qazandı. Azərbaycan Uşu Federasiyası haqqında onu deyə bilərəm ki, Federasiyanın rəhbəri Azər Həsən Soydur. Biz demək ki, bu Avropa çempionatına hazırlaşanda Federasiyanın rəhbəri tərəfindən müəyyən təlimatları aldıq və yığmanın məşqlərinə başladıq. Elçin müəllimə ümidimiz çox idi. Həqiqətən də Elçin müəllim hazırladığı uşaqlardır. Oradan da Elçin müəllim onu qeyd etmək istəyirəm ki, yönetmenlər arasında baş məşqçidir, Azərbaycan yığmasındadır. Özü gözəl idmançıdır. Demək olar ki, Elçin müəllim dünyada Troikada da 3 idmançı, güclü idmançı varsa bir də Elçin müəllimdir. Ümumiyyətlə biz bu yarışa hazırlaşanda həqiqətən də uşaqların birinci, ikinci il iddialı olmasını həmişə təmin eləmişik və bu günlərdə bu yarışımıza özümüzü göstərdik. Ən gözəl döyüşlərimizdən də Xəyal İbrahimovu qeyd eləmək istəyirəm. Çünki Xəyalın vəsində 2 erməni rəqibi var idi. Onun biz belə uşaq olaraq fərq eləmir, istər dost ölkə olsun, istər düşmən ölkə olsun. Biz idmanı heç vaxt siyasətə qatışdırmamışıq. Amma orada doğrudan da ermənilərin Xəyalın döyüşdüyü final döyüşündə ermənilərin necə o idmançının birinci il iddialı olduğunu biz gördük. Və Xəyal çox böyük əzmkarlıqla həqiqi Azərbaycanlıq göstərdi. Doğrudan da o rəqibini məğlub elədi və sübut elədi ki, Azərbaycan həqiqətən də qalib ölkədir. Və Elçin müəllimin, Azər müəllimin, biraz da mənim öz zəhmətim yerdə qalmadı. Doğrudan da biz orada demək bütün Avropa ölkələrində, yəni də birinci yerə iddialı olduq və həmən medalı Azərbaycana gətirə bildik. Buna görə bütün idmançılarımıza, bütün uşaq sevərlərə, elə sizlərin özünüzə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Salam, mən Xəyal İbrahimov. Artıq 5 ildir ki, uşaq idman növündə məşğulam. Biz Yunanistanın Heraklion şəhərində keçirilən Avropa çempionatında iştirak etdik. Avropa çempionatında mən ölkəmizi 52 kiloqramda təmsil edirdim. Və mən bu yarışda 3 döyüş keçdim. Bu 3 döyüşdən birinci döyüş Rumıniya rəqib, ikinci döyüş Yunanistan rəqib, final döyüş isə erməni rəqib üzərində qələbə qazanaraq birinci yerə layiq görüldüm. Və buradan Elçin Əminova və Rəşad Hüseynova təşəkkür bildirirəm. Salam, mən Tuna Rüstəmzadə. 1-5 may tarixində keçirilən Yunanistanın Heraklion şəhərində Avropa çempionatında iştirak etmişəm. İlk döyüşüm Çex idmançısı ilə oldu mənim. Çex idmançısının üzərində qələbə qazanaraq final vəsqə qazandım. Finalda isə Rumıniyalı idmançı ilə qarşılaşdım. Rumıniyalı idmançının da üzərində qələbə qazanaraq bayrağımızı kürsünün ən uca zirvəsində dalğalandırdım. Buradan şəxsi məşqçim Elçin Əminova təşəkkürlərimi bildirirəm.
I love the way you activate your hips and push your ass out. Gotta put the woman in so bad I'm about to pass out. Wanna dig you, and I can't even lie about it, baby. Just alleviate your clothes, I'm the fly out. Catch you at the club, your hips have got me feeling. Body talking quick to me, but I think I ran the meaning. Now if you wanna roll with me, then here's your chance for the lady on the freeway. Catch me if you can, forgive me, I'm a rider. Still I'm just a simple man. All I want is money plus the fame. I'm a simple man, Mr. International, player with a passport, just like a Latin switch. Get you anything you ask for, either him or me. Muşusan idman növünü seçmənizə səbəb nə olub? Niyə məhz bu idman növü? Mən başqa idman növləri də məşğul olmuşdum, amma bu idman növü fərqli olduğuna görə, burada əl ayaq güləş fəndləri olduğuna görə biz biraz döyüşən xalqıq. Mənim də əsas marağım döyüş növləri olduğuna görə, yəni bu idman növündə özümü tapdım. İlk dəfə 2008-ci ildə mən şu idman növü üzrə Azərbaycan çempionu olmuşam. Belə yarışlarda iştirak edirik, belə yarışlarda dünya Avropa çempionatlarında iştirak edirik. Daha da mənim bu idman növünə həvəsim artdı. İlk çempion olmağınız haqqında danışa bilərsiniz bizə. O necə hiss idi? Şu idman növü üzrə ilk Avropa çempionatı 2013-cü ildə mən iştirak eləmişdim həmən yarışda. Çox gərgin döyüşlər keçdi. Mən həmən yarışda 3 döyüş keçirdim. Yəni Avropa çempionu olmaq mənim üçün hər idmançının xəyalı oldu. Mənim də xəyallarımda var ki, yəni dünya Avropa çempionatlarında iştirak edeyim, medal qazanım. Avropa çempionatında 3 dəfə iştirak etməyimə baxmayaraq çox yüksək səviyyədə hazırlaşmışım həmən yarışa. Yəni mənim xəyalım ki, həmən yarışda Avropa çempionu olum və məqsədimə də həmən 2013-cü ildə keçirilən Avropa çempionatında Rumıniyanın Buxarest şəhərinə keçirilmişdi. Mən Avropa çempionu tituluna layiq görüldüm. 3 döyüş keçirdim, 3-cü qələbə qazanaraq Azərbaycana qızıl medal gətirdim. Elçin müəllim, ən çətin rəqibiniz kim olub? Bütün rəqiblərimi həmişə güclü hesab eləmişəm. Heç vaxt yəni zəif rəqib olsa mən onlara zəif baxmamışam, amma ən güclü rəqiblərimdən biri 2015-ci ildə mən İndoneziyada keçən dünya çempionatında Qırğızstan idmançısı ilə çox güclü peşəkar idmançı idi. Mən ona dünya çempionatının ilk döyüşündə ona qarşılaşmışdım. Birinci raundu mən udmuşum, ikinci raundu o döyüş. Amma ekstra raundda o mənə qalib gəlmişdi. Amma buna baxmayaraq 2017-ci ildə Bakıda keçirilən bildiyiniz kimi 2017-ci ildə İslam oyunları Bakıda keçirildi. Və mənim ilk rəqibim elə həmin idmançı idi, Qırğızstan idmançısı idi. Mən həmən yarışda Qırğızstan idmançısına qalib gəldim. Yenə deyirəm, mən bütün rəqiblərimi həmişə güclü hesab etmişəm, heç vaxt onlara zəif baxmamışam. 2023-cü ildə də Amerikan Texas şəhərində keçirilən Şusanda idman növü dünya çempionatında mənim yarım finaldakı rəqibim çox güclü idmançı idi, veteran idmançısı. Yəni gərgin döyüşlərimiz çox olub, amma buna baxmayaraq ən yadda qalan döyüşlərdən deyərəm ki, Qırğızstan idmançısının veteran idmançısı mənim ən yadda qalan döyüşlərimdən biri olmuşdu. Bugünkü gündə siz idmançı, məşqçi, döyüşçü, ən əsası demək olar ki, bir ustadsınız artıq. Ustad olaraq öz tələbələrinizə nə məsləhət görərdiniz? Onu qeyd edim ki, tək tələbələrimə yox, ümumiyyətcə buradan bütün yeniyetmələrə, gənclərə səslənirəm ki, pis vərdişlərdən, zərərli vərdişlərdən uzaq olsunlar. Fərq eləmir hansı bir idman zalı olsun, yəni idmanla məşğul olmaq lazımdır. Bugünkü gündə bilirsiniz ki, zərərli vərdişlər çox yayılıb, yəni gənclərimizi mən zərərli vərdişlərdən uzaq olmağa dəvət edirəm. Gənclərimizi əsas onda deyərdim ki, yəni biz gələcəyin əsgərləriyik və bizə fərq eləmir. Yəni bu günlərim cənab Ali Baş Komandanımız döyüş əmri versə yenidən ki, gənclərimiz bu əlcəklərini dəyişib, təzədən biz döyüşə getməyə həmişə hazır olmalıyıq. Ona görə də biz gənc nəsil həmişə vətənpərvər ruhda yetişməliyik. Gənclərimiz daha yaxşı məşq eləməlidirlər, daha özlərini yaxşı hiss eləməlidirlər ki, həm təhsildə, həm də idmanda biz daha da öndə olmalıyıq. Azərbaycanda Şusandanın fəaliyyəti sizcə yaxşı təbliğ olunurmu? Bayaq qeyd etdiyim kimi Azərbaycanda Uşu idman növü 1989-cu ildə yaranıb. Yəni bugünkü günə qədər də biz Uşu çox çətin idman növü olduğuna görə bilirsiniz ki, 2 ildən bir dünya çempionatı keçirilir. Burada əsas Asiya ölkələri çox güclü rəqiblər sayılırlar bizim üçün. Xarakter lazımdır idmançılara ki, burada
çıxıb Azərbaycanı yaxşı təmsil edə bilsinlər. 2017-ci ildə İslam oyunlarından bu yana deyərdim ki, Azərbaycanda üç idman növü daha da populyarlaşmışdı. Yəni İslam oyunlarından sonra bu idman növünə maraq daha da artmışdı. Onu da qeyd edim ki, üç idman növü 2026-cı ildə Dakarda keçiriləcək gənclərin Olimpiya oyunlarının proqramına daxil olunub və bundan başqa da avqust ayında Çində keçiriləcək dünya oyunlarında üç idman növü proqrama daxil olunub və ən sevindirici hallardan biridir ki, yenidən üç idman növü 2025-ci ildə Əriyyatda keçiriləcək İslam oyunlarının proqramına daxil olunub. Bu da bu idman növünün daha da Azərbaycanda populyarlaşması deməkdir. Yəni idmançılarımız, yəni biz günü-gündən görürük ki, bu idman növünə daha da maraq artıb. Bu yarışlara da özünü göstərir, zalda da özünü göstərir və təbliğat, həm də təbliğatdan, həm bizim bu axırıncı iştirak etdiyimiz yarışlardan da asılıdır. Yəni idmançılarımız yüksək səviyyədə Azərbaycanı təmsil edirlər. Bu da kənardan daha yaxşı görsənir və bizim idmana axın var. Yəni bu göz qabağındadır. Yəni hal-hazırda üç idman növü deyərdim ki, qeyri-olimpiya idman növlərinin içində Azərbaycanda daha da inkişaf etmiş idman növlərindən biridir. Bu idman növündə sizə kim ilham verir? Kumir olaraq kimi görürsünüz özünüzə? Bu idman növündə deyərdim ki, kumir elə özümü görürəm. Yəni bizim əsas bu idman növündə xarakterin olmalıdır, əziyyət çəkməlisən, məqsədin olmalıdır. Yəni mən heç vaxt kimisə özümə kumir götürməmişəm, elə öz üzərimdə çalışmışam ki, əziyyət çəkim. Elçin müəllim, əgər idmançı olmasaydınız, özünüzü hansı sahədə görərdiniz? İdmançı olmasaydım, və yaxud da kənardan qeyd edir kimi, siyasətçi deməzdim, amma hərbiçi hərbiçi ola bilərdim. Çünki məndə olan bu xarakterə görə mən hərbiçi ola bilərdim. Yaxşı bir hərbiçi ola bilərdim. Düzdür, bu çətinliklər bizi gətirib belə bir idmanda çox çətinliklər görmüşük. Yəni bu çətinliklər olmasaydı biz bu yerə gəlib çıxmazdıq. Elçin müəllim, sonda Uşusanda idman növünə başlayan gənclər haqqında onlara verəcək tövsiyələriniz nə olardı? Gənclərə əsas tövsiyəm olar ki, buradan mənə də eşidirlər. Kənarda oturub idmançılarımız var ki, burada özləri də eşidirlər o idmançılara. Tövsiyəm olardı ki, məqsədlərinə doğru getsinlər. Yəni, bugünkü gündə idmanla məşğul olmayan gənclərimiz də var. Yəni, çalışırlar ki, idmançılarımızı özlərinə tərəf cəlb eləsinlər, pis vərdişlərə tərəf. Mən onlara deyərdim ki, yəni, öz məqsədlərinə doğru getsinlər, məqsədlərinə çatmamış əl çəkməsinlər. Yəni, bu idmanda onların istəyəcəyi hər bir şey var. Şükürlər olsun ki, bugünkü gündə ölkəmizdə idmana diqqət və qayğı var. Düz çətinliklər də olsa da biz istədiklərimizə çata bilirik. Bugünkü gündə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən idmana diqqət və qayğı var. İdmançıların sosial problemləri həll olunur. Onlara ilin axırlarında mənzil mükafatı verilir. Yarışlardan qayıdan kimi onlara pul mükafatları verilir. Yəni bugünkü gündə idmançılarımız sosial təminatla onların deyərdim ki, Cənab Prezident tərəfindən hər tərəfli onlara, idmançılara dəstək olur. Dəstək olur. Bəli, və bugünkü gündə idmançılarımız bu dəstəyi görüb ruhdan düşməməlidirlər, daha da həvəslə məşq eləməlidirlər, qarşıdakı yarışlara hazırlaşmalıdırlar. Bayaq da qeyd edirəm ki, üç idman növü artıq 2026-cı ildə gənclərin Olimpiya oyunlarına daxil olunub, İslam oyunlarının proqramına salınıb. Yəni bizə də qarşıdakı yarışlarda iştirak etmək üçün yaxşı gənclər lazımdır ki, özünə güvənən, iradəli gənclər lazımdır ki, həmən yarışlarda Azərbaycanı təmsil eləsinlər. Elə. Əslində, sizin haqqda çox söhbət danışmaq olar. Çox sual da vermək olar, çox cavab da almaq olar. Yetərincə qədər də tanınmışsınız Azərbaycanda, Uşusanda idman növü üzrə. Azərbaycan Uşu Federasiyasının prezidenti Azər müəllimə təşəkkürümü bildirirəm. Yəni bizə həmişə dəstək olur, bizim klubumuza dəstək olur, bizə gənclərə dəstək olur. Yəni mənim bu idman növündə bu yerə gəlib çıxmağımda çox böyük zəhməti var, çox böyük dəstəyi var. Aktika klubuna, direktor Rəşad müəllimə, Uşu Federasiyasının məşqçisi həm də Rəşad müəllimə təşəkkürümü bildirirəm. Yəni bizim ətrafımızda nə qədər yaxşı gənclər var, idmançılar varsa, hamısına təşəkkür edirəm ki, yəni biz bir komandayıq. Komandada tək bir idmançının yox, bütün hamının öz gücünü bir yerə qoymalıdır ki, yəni nəsə bir nəticə əldə edə bilsin. Şükürlər olsun ki, biz bugünkü gündə də bu nəticəni biz bir komanda olaraq əldə edə bilmişik. Maşallah olsun. Bir daha sizə təşəkkür edirəm ki, yəni əziz çəkib bizim klubumuza təşrif buyurmusunuz. Bizim idmançılarımızı, bizi işıqlandırırsınız. Sizə təşəkkür edirəm. Çox sağ olun, var olun.